Durud olsun İran millətinə və mənim həmzəbanlarıma, Azərbaycanda, Təbrizdə, Urmiyədə yaşayanlara. Qardaşlar, sizdən bir xahişim vardı. Sizin şəhərdə, Təbrizdə, Urmiyədə, Zəncanda və əks anıqat Azərbaycanda ucuzluqdur. Sizin orada məriz yoxdur, sizin orada bimaristan yoxdur, daruhay sərətanı istifadə edən yoxdur. Bu qiyməti dolarla nə qədər mərizlərimiz qalıbdır, bimaristanda təxt üstündəki pulları yoxdur, onlara dava dərman eləsinlər. Özünüzə gəlin qardaş, bizim müşkülümüz tühfaslıq deyil, bizim müşkülümüz bu hökumətdir, bizim müşkülümüz mallalardır. Azərbaycan hər zaman qeyrəti ilə tanınıbdır, tühlər hər zaman qeyrəti ilə tanınıbdır. Özünüzə gəlin, çıxın eşiyə, haqqınızı istəyin. Sən məndən bir nəmə yaman desən mənə, mənim heç müşkülüm yoxdur. Əgər sənin dərdin mənə yaman deməklə həll olacaq, bu gəl mənə yaman de. Vəli çıx eşiyə xahiş eləyəm, haqqınızdan difa eləyin.